Bugünkü pasiyentimiz 27 yaşlı kişi xəstəmizdir. Böyük bayra getdikdən sonra nəzisdə qan şikayəti ilə bizə müraciət edib. Qəbizli şikayəti yoxdur. Yalnız gün ərzində 4-5 dəfə ishalım var dedi. Yoğun bağırsaq müayinəsi təyin elədik, hal-hazırda müayinə edirik. Yuxarı hissələrində bağırsağın ciddi bir şey görmədik. Hal-hazırda düz bağırsağa doğru çıxış edirik. Çıxışda böyük ehtimal ki, orada problemi var. Diqqətlə baxarıq. Düz bağırsaqda səpkilər var, eroziyalar. Eroziv rektit deyirik biz buna tibbi dildə. Və babasil düyünləri var. İnşallah müalicəmizi təyin eləyərik. Bu yaralar, eroziyalar sağala bilir müalicə ilə. Xüsusi şamlar təyin edirik xəstələrə iltihabı təmizləmək üçün. O şamlarla yaxşılaşma görə bilirik müayinələrimizin nəticəsində. Və eyni zamanda da babasil düyünləri var düz bağırsaqda. Onda ayrı bir müalicə verəcəyik. Sağlam olun, sağlamlığınıza dəyər verin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.